Qardaş soruşur ki, bəzi mulhidlər, dinsiz, imansız ateistlər bəzi hallarda müsəlman gördükləri zaman və ya hər hansısa bir qardaşla qarşılaşdıqları zaman onlara sual yönəldirlər. Sual yönəldərək onlardan soruşurlar ki, sizin ibadət etdiyiniz və yerlərin və göyün tək sahibi və ilahı, hər şeyə gücü və qüdrəti yetən ilah və Rəbb dediyiniz Allah Əzzə və Cəllə elə bir daş yarada bilərmi ki, onu qaldıra bilməsin və ya o daş ondan böyük olsun deyə sual edirlər. Qardaşlarım, ilk öncə üzərimizə düşən və bilməmiz lazım olan məsələlərin ən birincisi budur ki, Allah Əzzə və Cəllə hər şeyin xaliqidir, yaradanıdır. Əslən, bu sualın özü böyük bir səhvdir. Hansı ki, mulhidlər bunu müsəlmanlarla danışdıqları zaman istifadə edirlər. Və onlar istəyirlər ki, qarşısında olan bir müsəlmanı ilzam eləsin iki şeydən birini deməyə. Ya istəyirlər ki, dedirsinlər ki, bacarmaz, ya istəyirlər dedirsinlər ki, bacarar və bu zaman hər iki cavabın ikisi də xata olar və səhv olar. Onlar müsəlmanları və qardaşları bu yöndən sıxışdırıb, ilzam eləyib bu cavablardan ikisindən birini almağa. Lakin əslən biz baxdığımız zaman qardaşlar, bu sual əslindən xatadır və səhvdir. Bu sual əslindən xatadır və səhvdir. Çünki qardaşlar, Allah Əzzə və Cəllənin qüdrəti müstəhil olan şeylərə bağlı deyil, qardaşlar. Müstəhil olan şeylərə bağlı deyil. Yəni, heç bir halda olması və baş verməsi, istər ağılla, istər də digər şeylərlə mümkün olmayan bir şeyin soruşulmasıdır, qardaşlarım. Əslən, bu xatadır bu sual. Necə ola bilər ki, ilah olsun, yaradan olsun, Rəbb olsun və hər hansısa bir daşın yaradılmasından aciz olsun? Allah Əzzə və Cəllənin kamil sifətlərindən biri də, qardaşlar, qüdrətdir. Allahın qüdrətidir. Qulların içərisində, yaradılmış insanların içərisində tam və kamil bir bu sifətə malik olan kimsə yoxdur, qardaşlar. Allah Əzzə və Cəllənin qüdrəti şək yoxdur ki, mütləqdir. Və onun həddi yoxdur, qardaşlar. Lakin bu qüdrət mümkün olanlara bağlıdır, qardaşlar. Müstəhil olanlara bağlı deyil. Qüdrət, güc və qüvvət nə qədər mütləq olsa belə, qardaşlar, həddi olmasa belə, həmin güc və qüdrət mümkün olanları, hazırda var olanların dairəsində olur, qardaşlar. Müstəhil olanlarda bu qüdrət istifadə olunmur və müstəhil olan bir şey də ağla gələ bilməyən və mümkün ola bilməyən bir şey də bu qüdrət soruşulmaz. Və bu da, qardaşlar, həmin qüdrətin, Allahın gücünün, qüdrətinin təhdid olması deyilməz. Əslən, bu kamaldır, bu kamillikdir. Çünki olan bir şeylərin hər birinə Allahın qüdrəti mütləqdir və onun həddi yoxdur, qardaşlar. Olmayan bir şey, hansı ki yoxdur, qüdrət olmayan bir şeylərə bağlı deyil və bu da onun təhdidi deyil, qardaşlar. Məsəl üçün, bir insan soruşa bilər ki, Allah Əzzə və Cəllə özü kimi ikinci bir ilah yarada bilərmi? Əslən, bu sualın özü əslindən xatadır. Çünki bu sualda işlətdiyimiz ikinci söz yarada bilərmi? Yaranmış ilah ola bilməz, qardaşlar. Yaranmış ilah ola bilməz. Və bu mümkün olmayan bir şeydir və mümkün olmayan bir şey soruşulmaz, qardaşlar. Və ona qüdrət o zaman Allahın qüdrəti və gücü yetməz deyə soruşulmaz. Çünki qüdrət ola bilən şeylərə bağlıdır, qardaşlar. Ola bilən şeylərə bağlıdır. Bu, ağlında naqislik olan mulhidlərin, Allah Əzzə və Cəlləyə inanmayanların
hər bir şeyi zamanın idarə etdiyini və ya zamanilərin, dəhrilərin və ya ateistlərin və ya onların yolunda olan digər ağıldan zəif olan insanların gətirdikləridir, qardaşlar. Hansı ki, bunlar müstəhil olan şeydir. Allahın qüdrəti də, qardaşlar, müstəhil olanlarla ölçülməz. Mümkün olanlarla ölçülər. Və bu şeylərdə də Allah Azza və Cəllənin gücü və qüdrəti tamdır, qardaşlar. Tamdır. Və heç bir həddi də yoxdur, qardaşlar. Heç bir həddi də yoxdur. Onun üçün, qardaşlar, bir kəsin soruşması ki, Allah Azza və Cəllə daş yarada bilərmi ki, onu özü qaldıra bilməsin və ya tərpədə bilməsin, bu insanın ağlının zəif olmasına gətirib çıxardar. Çünki, qardaşlar, bu Allah Azza və Cəllənin qüdrətinə daxil olan şey deyil. Yəni, mümkün olmayan, müstəhil olanlar, qüdrət bununla ölçülməz. Necə ola bilər ki, ilah olsun, Rəbb olsun, yaradan olsun və hər hansısa bir şeyin hərəkət edilməsində və ya kaldırılmasında gücü yetməsin? Belə bir şey yoxdur, qardaşlar. Belə bir şey yoxdur. Əksinə, bu Allah Azza və Cəllənin qüdrətinin tamlığını və kamilliyini göstərir. Çünki onların soruşması bu cür sualları ki, Allah Azza və Cəllə ağıl dərk edə bilməyən, mümkün olmayan bir şeyə gücü yetməsi bu acizlik sayılırmı? Sayılmaz, qardaşlar. Sayılmaz. Və bu da, qardaşlar, Allah Azza və Cəllənin qüdrətinin həddini bəlirləməz. Həddini bəlirləməz. Sanki, qardaşlar, sualın əvvəlində dediyimiz kimi də olmayan bir şeyin bu soruşulmasıdır. Və ağla batmayan və heç bir zaman mümkün də ola bilməyən bir şeyin soruşulmasıdır. Sanki biz onlardan soruşuruq ki, hər hansısa bir riyaziyyat elmində ən dəhşətli dərəcədə mövqeyləri tutmuş, ən üstün dərəcədə olmuş bir kəsə sual etsək ki, 2 üstəgəl 2-nin cavabı 74 edərmi? Yəni, bunu bacararsanmı? Sənin riyaziyyatda nail olduğun nailiyyətlər, hasil olduğun hasilatlar, yoxsa inkar olunacaq ki, sən acizsən və buna gücün yetmir. 2 üstəgəl 2-ni 74 cavabı olaraq əldə et. Bu, əslən, qardaşlar, sual verənin ağlının zəif olmasına gətirər. Həmin riyaziyyat elmini bildiyini iddia edənin riyaziyyatda zəif olmasına gətirməz. Çünki sənin soruşduğun müstahil olan və heç bir zaman baş verə bilməyəndir. Və onun cavab verməməsi, qardaşlar, bu onun elminin tamlığını göstərər, çünki kamilliyini göstərər, çünki 2 üstəgəl 2 heç bir zaman 74 etməz, qardaşlar. Allah daha gözəl bilir, qardaşlar.